şunu söylemekte aşağı yukarı Aliyev'i tanımak anlamında bir faydası olabilir. Bakın Aliyev'in yani şu an mevcut yönetimin Azerbaycan Cumhurbaşkanlığı'nın bütün korumasını ne yazık ki Turgay Bey Mossad yapıyor. Bu sıra dışı. Evet, bu yani hani oradan buradan bir bilgi değil. Bu sağlam bir bilgi. Ne yazık ki Azerbaycan Cumhurbaşkanı'nı İsrail Gizli Servisi Mossad koruyor. Koruma teşkilatında birkaç tane Azeri genç var. Göstermelik. Önemli bir kısmı Mossad'ın ve birkaç tane Rus var. İşte bu Türkçe televizyasında vakti yayılan malumattır. İlham Aliyev'i Mossad koruyor. Adam sənə bir xalq olaraq inanmır, etibar eləmir. Və düz deyir. Çünki özü bilir ki, seçki saxtakarlığı ilə saxlayır hakimiyyəti. Dədəsi də vətəni sata-sata 493-cü ildə qanunsuz yolla dediyi an 24 iyun o qanunsuz keçirilən qəbul olunan bir qərardır. Efirdə sağ olsun o vaxt mənə Abdalib bəy xatırlatdı ki, sən dedi təzə konstitusiyadan müstəq gətirirsən. 1978-ci il konstitusiyasının səhifələrinin 207-1 nəmnəli belə o əlavələr olmuşdu konstitusiyaya və o konstitusiyada məhz yazılmışdı belə bir ifadə var idi. Əslində baxsaq yeni konstitusiya onu biraz da dəqiqləşdirdi, amma mahiyyətcə fərqi yoxdur, eyni şeydir. Köynədə belə ki, bu və ya digər səbəbdən prezident öz vəzifələrini icra edə bilmədikdə onda onun səlahiyyəti keçir baş nazirə olmasa da parlament sədrinə belə o köynə konstitusiya belə idi. 24 iyun 1993-cü ildə Əbülfəz Elçibənin üstünə tankla topla gəlirlər. Onu öldürmək haqqında plan cızırlar. Hətta o prosesdə bilənlər danışırlar ki, dəfn komissiyası da əvvəlcədən tərkibi hazırlanıbdır. Komissiyanın sədri Heydər Əliyevdir. Əbülfəz Elçibəyi necə dəfn edəcəklər, harada dəfn edəcəklər, hamısı ssenari yazılıbdır. Və buna görə də Əbülfəz Elçibəyi canını götürür, qorxusundan qaça gedir Kələkiyə. Ali Başkomandan kimi ölkənin də başçısı qoyur, ordunun da başçısı qoyur, vəzifəsinin icrasından qat gedir. Amma bu könüllü bir gediş deyil. Gedir oturur Naxçıvanda, ata yurdunda və dəfələrlə elan edir ki, mən istifa verməmişəm, mən prezidentəm və davam edirəm ölüşümə. Hamımızın gözü qabağında baş verir bu şeylər. Niyə Elçibəy bu adım atmağa məcburdur? Çünki onun üstünə tankla topla gəlirlər. Fərqi yoxdur, qorxdu getdi, nə bilim, qaçdı getdi, neynədir, fərqi yoxdur. Hamımızın gözü qabağında bir hadisə var. Hüquqşünas ki, mən sizə buradan deyirəm ki, o vaxt qüvvədə olan qanunlara görə Əbülfəz Elçibəy istifa verilmədiyinə görə xəstə olması ilə bağlı, hər hansı obyektiv səbəblərdən vəzifəsini icra edə bilməməsi ilə bağlı dəlil və sübutlar olmadığına görə onun səlahiyyətlərini başqa adam icra edə bilməzdi. Çox təəssüf ki, o prosesdə o zaman mənim hörmət elədiyim bəzi hüquqşünas dostlarımız da iştirak ediblər. Hörmətli Fuad Ağayev buradan salamlayıram mən. Bu məsələni dünən müzakirə edəndə dedilər ki, Fuad Ağayev deyəsən, həmin o qərar layihəsinin hazırlanmasında iştirak edib. Mən dəqiq bilmirəm, Fuad bəylə yəqimizi eşidirsə, sonra danışarıq, dəqiqləşdirərik. O zaman təkrar edirəm, qüvvədə olan qanunlara görə prezident səlahiyyətlərini Heydər Əliyevə ötürmək mümkün deyildi, qanunsuzdur. Çünki prezident var idi. O prosesdə iştirak edənlərin vəzifəsi Azərbaycanın qanuni prezidenti Əbülfəz Elçibəyin öz vəzifələrini icra etməsi üçün lazım olan şəraitin yaradılması istiqamətində fəaliyyət göstərməkdir. Nəinki birləşib ələ verib, prezidenti devirib, onun hakimiyyətini Heydər Əliyev kimi cinnəkə və vətən xaininə vermək. Aydındırmı? O zamandan bizim bu Azərbaycanda siyasətçilər elə bir qızdırma xəstəliyinə tutulublar ki, bugün də çoxu sağlıqla davam edirlər.
Adam baş verən hadisənin hüquqi siyasi qiymətini düzgün anlamır. Başa düşmür. Adam qoyub siyasət tükər, siyasətlə məşğul, 40 il siyasətlə məşğul. Sən necə siyasətlə məşğulsan ki, 24 iyun 93-cü ildə qəbul olunan o qanun, qərar qanunsuzdur. Bunu hamı bilir, hamı görür, hamı qanır. Və o prosesin bütün iştirakçıları, yıxan da, yıxılan da bu gün də yenə dost kimi davam edirlər, bir yerdədirlər. Məruz eləyirəm, konkret adlarla bu şəxslər yüksək vəzifələr tutur. Bunlarla bir yerdə Azərbaycanda milli dövlət qurmaq mümkün deyil, demokratiyada qurmaq mümkün deyil. Bu məşhur bu müsahibə ki var, Sürəddin Əkbərin, İsa Qəmbər və Pənah Hüseyin haqqında. Əbülfəz Elçibəy deyir ki, bu adamlar vaxtı ilə Moskvaya agentlik ediblər, bunlarla demokratik dövlət qurmaq mümkün deyil. Bu Sürəddin deyir. Sürəddin kimdir? MTN-in vaxtı nazir müavini. Amma Sürəddin Əkbər özü də vaxtı ilə bu tibb universitetini oxuyanda MTN-in işverəni olub. Fəxrəddin Təmməzov. Bunun tələbə yoldaşları gəlib, mənə deyiblər və onu özünə soğut eləmişəm o şeyi. Amma bir baxın, sanki hiç şey olmamış kimi, belə də olmalı deyə hər şey davam edib. Azərbaycanlılar, əziz Azərbaycan sevərlər, əziz İlham sevərlər, xoş gördük sizi. Müqəddəs Ramazan ayının bu gözəl günündə sizin hamınızı salamlayır və bayramınız mübarək olsun deyirəm. Bugün Azərbaycan Respublikası Prezident seçkilərinin təbliğat kampanyasına rəsmən start verildi. Seçkilərin təbliğat mərhələsi adətən gərginliklə, həyəcanla müşayiət olunur. Rəqiblər bir-biri ilə mübarizə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simalarına baxıram və heç bir gərginlik, həyəcan görmürəm. İnsanların yüzündə təbəssüm görürəm, sevinç görürəm, qələbəyə inam görürəm, iftixar görürəm, eşq olsun sizlərə deyirəm. Nə üçün biz qələbəmizə arxayınıq? Nə üçün biz belə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, heç bir kampanyaya ehtiyacı yoxdur. İlham Əliyevin təbliğat kampanyasını hamıdan böyük müvəffəqiyyətlə... Dostlar, siz bu üzlərdəki məmnuniyyətə baxın. Əbülfəz Elçibəy yıxan sağdan oraya, ikinci Zahid Orucun qabağındakı bildiricə Arif Rəhimzadə. Bu adamların üzlərindəki məmnuniyyəti bir baxın. 5 il ərzində o özü həyata keçirib. Burada ilk sıralarda biz hörmətli vəkillərimizi, millət vəkillərini, prezidentliyə namizəd İlham Əliyevin hörmətli vəkillərini görürük. Ancaq mən özümü əziz həmkarlarıma tutub onlardan da soruşmaq istəyirəm. Məyər İlham Əliyevin vəkillərə ehtiyacı varmı? Sözsüz ki, yox. Eşidirsizlər. Baxın, bu cür adamların durub bugün Azərbaycan müxalifətində güya yenə də müxalifət kimi fəaliyyət göstərməsi və cəmiyyətin də bunu normal qəbul eləməsi bütövlükdə cəmiyyətimizin siyasi qızdırma xəstəliyinə tutulmasının əlamətidir. Bu cəmiyyət belə ola bilməz. Belə bir vəziyyətdə xalq, çoxdan da xalqı qınayır. Xalq haqqın, həqiqətin harada olduğunu tapa bilməzliyi hansı xalq olur olsun, bu belə şey mümkün deyil. Bu tip idarəçilik metodu bu qaydada, bu tip yaşayış tərzi. Ya orada belədir, sonra burada belədir, sən də haqlısan, o birisi də haqlıdır, belə də olmalıdır vəssalam. Yox dostlar, bu belə olmaz. Ölkə, dövlət qanunla idarə olunmalıdır. Yanlış hərəkət edən adam cavab verməlidir. Yanlış söz deyən adam özü istədilməlidir. Onu məcbur eləməsən, yüz istəsin. Baxın, o PKK dölü İqbal Ağazadə çox böyük canfəşanlıqla sübut edirdi ki, eləməyə çalışırdı ki, orada o işgəncədə, Tərtər hadisələrində işgəncədə heç bir rol olmayıbdı şeyin, nədir o? Hikmət Cədənin adı onun adı, Həsənovun. Hətta deyirdi ki, bu Xanlar Vəliyev şeyin qabağını saxlayıb, neyinibdi? Bunu hamı belə qəbul edir ki, belə olmalı deyil belə. Amma cəmiyyətdə bir dənə soruşan olmadı ki, yaxşı, sən bunu demirsən, bunu sübut elə axı.
Yoxsa mən dedim bu gün, həm də qalım davam edeyim, əvvəlki qaydada adımı siyasətçi qoyma olmaz belə. Əslində nə baş verir? Nə məsələdir bu? Bunun üzərində spekulyasiya etmək olmaz. Spekulyasiya var. Əvvəla 1760 nəfərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı 1767 rəqəmi Bəli. tələffüz olunur. yanlış rəqəm üzərində spekulyasiya olunur. 360, mən ilk dəfə də bəlkə bunu efirlərdən kimsə bu qədər dəqiq rəqəmlərlə səsləndir. 369 nəfər bununla bağlı cinayət məsuliyyətinə dindirilmək üçün cəlb olunur. 369 nəfər dindirilməyə cəlb olunur. Cəmi, bütün. Bəli. Dindirilməyə cəlb olunub, ilk növbədə daxili dindirilmə həyata keçirilib. Daxili dindirilməni Ramin Əsgərov aparıb, Nəcməddin Sadıqovun bacısı oğlu. İşgəncəni verən dəniz pişiklərinin komandiri Cəfər Seyidov olub. Adlar deyirəm. İstəmirəm ki, bunun üzərində Dəniz pişikləri nədir bəy? dəniz pişikləri xüsusi təyinatlı qrupdur. İşgəncəni onlar verir. İşgəncəni Nəcməddin Sadıqovun bacısı oğlu Ramin Əsgərov və Cəfər Seyidov. Bunların rəhbərlik etdiyi qurumlar verilir. Korpusun ərazisində olub bu. Amma korpus rəhbərliyi bütövlükdə prosesdən uzaqlaşdırılıb. Bu iş necə açılıb Hansı ümumiyyətlə? korpusun? Bərdə korpusunun, bəli. Amma korpusun rəhbərliyinin bura aidiyyatı var. Eşidirsiniz dostlar. Adam o vaxt danışırdı belə. Artıq rəsmi istintaq gedibdir. İstintaqla sübut olunubdur ki, kim onu cinayət törədib, kim onu təşkil edibdir, kim əmr veribdir. Artıq hər şey sübutdur. Cəmiyyət tələb eləmir ki, ey adamlar, o vaxt belə danışırdı, zəhmət çıxın, canınız çıxsın, zəhmət çəkin, çıxın xalqdan üzr istəyin. Zərər çəkmişlərdən üzr istəyin. Azərbaycan xalqının vecinə deyil sanki ki, bu adam siyasətçidir da, o vaxtda düz deyildi, indi düz deyildi, həmişə düz deyildi. Bunlara qulaq asmaq lazımdır. Yoxmu? Korpus özü uzaqlaşdırılıb prosesdə. Korpusun özündə baş verdiyinə adi istintaqı bilən adamlar bircə şeyi bilir. Əgər bir ərazidə bir şey baş veribsə, bir hadisə baş veribsə, istintaq aparan orqanlar dərhal həmin ərazinin rəhbərliyində olan adamları dərhal prosesdən uzaqlaşdırır və Eşidirsiniz dostlar, halbuki 2-ci korpusun komandiri Mais Barxudarov siyahının verdiyi işgəncə məkanında olub. Baxdım, məhkəmə ilə bu sübut olunub ha. Adamlar hələ də əvvəlki kimi davam edirlər. İfadələrin işgəncə ilə, yəni ki, ifadələrin işgəncə ilə alınması, satqıcılıq məsələsini mən bir şəxs olaraq inanmıram. Bu işin belə də ki, mənbəyində satqınçılıq olubdur. Hətta onların indi mən üzrəmə detalları var. Adamları harda verbof eləyiblər, Moskvada verbof eləyiblər, nə qədər pul veriblər, buradakı rüşvət hallarını bir... Siz baxın dostlar, eyni vəziyyət o vaxtdan bu günə qədər dəyişmədən davam edir. Necə ki, İsrailin təcavüzü ilə bağlı çıxıb efirlər ağızda yenə danışırlar. İsrailə nökərçilik eləyirlər. Eləcə də o zaman çıxıb efirlərə bu qaydada danışırdılar. Həmin adamlar bu gün də siyasətdədirlər. Bu gün də ictimai rəyin formalaşmasında və idarə olunmasında fəal mövqe tuturlar. Belə mi olmalıdır? Dostlar, bu qaydada biz inkişaf edə bilməyəcəyik. Əslində o işgəncə sistemini mi dayandırıblar? sistemini dayandırıblar, bəli. Biz bilirik. Bəli, Hikmət bir olmasında belə Xanlar Vəliyevində bu və ya digər şəkildə rol olub. Yəni həddən artıq çox şey deyil. 105 nəfərin həkim ekspert rəyi çox ciddi faktlara söykənir. 369 nəfərdən 105 nəfər zorlanma hadisəsinə görə həkim ekspert rəyi verib. Mənim aldığım məlumat və bizim araşdırmamızın nəticəsində prosesi durduranlardan və istintaqın alınması və geri verilməsi, həm də daxili tədqiqatın dayandırılmasında belə Xanlar Vəliyevində bu və ya digər şəkildə rol olub, yəni müsbət rol olub. O cümlədən müsbət istiqamət. Bəli, Hikmət birinci Xanlar Vəliyevə məruz edilən Hikmət Həsənov olub qanunsuzluqlarla bağlı. Və bunlar əslində o işgəncə sistemini mi dayandırıblar? Sistemini dayandırıblar, bəli. Dostlar, indi sual verirəm. İqbal Ağazadə düz deyir, yoxsa yalan deyir? Görürsünüz də, artıq hamı bəllidir. Teatr açılıb,
kimin kimliyi məhkəmə hökmlərinin sübut olunub, baxmayaraq ki, əsl cinayətçilər hələ də cəzasını almayıblar. Amma bu PKK dölü bir iqbal ki var ha, bu gədə qardaşı da milyonlarla, milyardlarla pulu Qarabağda Mehriban Əli ilə söküb dağıdırlar. PKK-nı maliyyələşdirirlər hardasa. Bu adamlar bu düz də yalan deyir. Hamı yazı yalan deyir. Və yaxşı yalan deyirsə, cəmiyyətin reaksiyası necə olmalıdır? Televiziyaların, aparıcıların, jurnalistlərin münasibəti necə olmalıdır? Axı bu yalanları deyə-deyə də bu adamı çıxarıb efirlərə reklam edirdilər. Sonra bu millətdən sən nə umursan, nə istəyirsən bu millətdən? Sən sonra bu milləti necə qınaya bilərsən, necə ittiham edə bilərsən? Ya, millət yaxşı millət deyil, qorxaq millətdir, nə millətdir. Bu milləti sən anlatmırsan. Jurnalist kimi, aparıcı kimi, siyasətçi kimi fərq yoxdur. Sən eğer bugün Qurbanın yalan danışdığını, Qurbanın alçaq hərəkət elədiyini görüb sübut edirsənsə, sən Qurbanın əleyhinə axı mövqe bildirməlisən, əxlaqın, namusun, qeyriyyatın varsa. Axı sən Qurbanın yalan olduğunu, yanlış insan olduğunu ətrafına başa salıb izah eləməlisən ki, kütlə aldanmasın, aldadılmasın. Eyni hadisə, yəni deyirəm, İsrailin təcavüzündən sonra İranla bağlı davam eləyir. Adam çıxarlar efirə, güya kişi nə olur, böyük bir siyasətçidir, politologdur, danışır və həyasızlıq o kulminasiyaya çatır ki, deyir ki, Azərbaycan qoşunu istədiyi vaxt Təbriz ala bilər. Sən də oturursan qabağına bir baxırsan, çox da maşallah, nə ağıllı söz deyir bu. Bir siyasət deyil ki bu. Qızdırma xəstəliyidir. Tutublar, sayıqlayırlar.